안녕하세요 여러분. 저는 Zehra Hamnida. 반갑습니다. İstəyirəm ki, hamı Kore dilinin necə şirin bir dil olduğunu, necə möhtəşəm bir dil olduğunu bilsin. Koreya adı gələndə deyirlər, İlan qurbağa yeyəcəksiniz, siz də onlar kimi olacaqsınız. Buna görə mənə görən insanlar həmişə dəli olduğumu düşünürlər. Vallahi dəli deyillər. Cümlə qura bilməyim təxmini 3-4 ay almışdı. Valideynlərim bunu gördülər və dedilər ki, get ingilis dilini öyrən, bu nədə öyrənirsən və s. deyə. O insanlara da məsləhətim valideynlərinizi dinləməyin. Həmişə haqlı deyirlər. Xəyalpərəst insanam və hamı buna görə normalda məni qınayır. Deyir ki, xəyalpərəst olma, yəni çox xəyal qurursan və s. kimisindən. Amma mən o qurduğum xəyalların sayəsində hal-hazırda buradayam. Zəhra, xoş gəlmisən. Xoş gördük, çox sağ olun. Koreya dilində salamlaya bilərsən ümumiyyətlə bizi. Aha, bəli, təbii ki. 안녕하세요 여러분. 저는 Zehra Hamnida. 반갑습니다. Azərbaycan saramimnida. Aha, indi bizə də tərcümələ zəhmət olmasa başa düşmürük. Salam hər kəsə, mən Zəhrayam. Azərbaycanlıyam. Bunlar dedim hələ ki. Koreya dilini öyrənirəm və yaxud da öyrədirəm. Bax, bunları da deyə zəhmət olmasa. 저는 한국어를 배우면서 가르치는 분입니다. 한국 대학교에서 공부하고 싶어서 더 열심히 노력하고 있습니다. Kore dilini öyrədən bir şəxsəm. Kore Universitetində oxumaq istədiyim üçün əlimdən gələndə edirəm. Beləncə dedim. Çox gözəl. Bu ideya hardan gəldi? Sırf niyə Koreya dili? Bax, bu ideyadan istəyirəm danışasan bizə öncə. Aha, bu 6-cı sinifdə oxuduğum zamanlarda rəqsi falan çox sevirdim. Ona görə əslində o zamanlar Hindistan rəqslərinə marağım var idi. Xalam qızıl səhifəni göstərdi Koreya mahnılarından və mahnıları çox xoşuma gəldi və rəqsini öyrənməyə başladım. Sonra da qızlar çox gözəl görünürdü. Maraqlı gəldi ki, bunlar hansı ölkədəndir və s. Ona görə başladım bunların ölkəsini axtarmağa. Koreya ilə o vaxt tanış oldum. Sonra da bunların YouTube-da məncə baxmayan olmaz. K-drama editləri, yəni onların Koreya dramalarının editləri. Onlar çox qabağıma çıxırdı. Dedim ki, birini izləyim. İzlədiyim vaxt panisaya, yəni vuruldum. Çox belə dilləri çox şirin gəlirdi qulağa və insanları çox şirin idi, səmimi gəlirdi deyə dedim ki, mən də bunu öyrənmək istəyirəm də, mən də belə danışmaq istəyirəm və marağım o vaxtdan elə yarandı. Beləncə Koreya giriş eləmiş oldum. 안녕하세요 여러분, 저는 Zehra'예요. 처음으로 반가워요. 그리고 여러분도 아시다시피 저는 한국어를 배우면서 가르치는 분이고 영상 찍는 거 좀 좋아해요. Bəs necə başladın öyrənməyə? Belə deyək, hardan başladın? Necə araşdırdın ki, hardan, kimdən, necə öyrənə bilərəm? Aha, o vaxtlar birinci YouTube-dan, bəzi kanallardan baxırdım. Bəzi şeylər öyrənirdim, amma o sırada valideynlərim bunu gördülər və dedilər ki, get ingilis dilini öyrən, bu nədə öyrənirsən və s. deyə. O sırada həvəsim getdi 6-cı sinifdə. Daha sonrasında 7-ci sinifdə başlayanda dedim, yox, davam edeyim də heç kimə demədən özüm üçün. Başladım Google-dan və s. proqramlar indirdim. Oradan əlifbanı öyrəndim, sözlər öyrənirdim. Məktəbdə STEM dərslərində, informatika dərslərində kompüterdən durmadan sözlər araşdırırdım, testlər edirdim və s. Elənçinə girişdim. Daha sonrasında 8-ci sinifin axırında ingilis dilinə də başlamışdım öyrənməyə və Kore dilini də artıq öyrənmək istəyirdim, amma qaydaları necə qurum, cümlələri necə qurum, heç bir fikrim yox idi deyə anamla getdim danışmağa ki, bir dənə müəllim tapaq, onlaynda bari yəni öyrənərəm. Normalda biz düşünürdük ki, onlayndan heç nə öyrənmək olmaz və bir çox insan da bunu düşünür. Amma biz bunu qırdıq. Getdim Instagramda axtardım, çox axtardım və bir müəlliməyə qoşuldum, Nərminə müəllimə. Çox sevirəm özünü də, elə də əlaqəmiz var, şagird kimi bir şey ikimiz də eyni müəlliməyə qoşuluruq. Həmin müəlliməyə qoşuldum sınaq dərsinə və yenə panisaya, yenə vuruldum. Kore dilini daha da bir çox sevdim, müəlliməni də sevdim. Eləncədə başladı hekayəm, yəni 8-ci sinifin axırında. Aha. Nə qədər müddət lazım oldu ki, məsələn, sən baza biliklərini öyrənəsən və indiki bilmirəm hazırda dil səviyyən hardadır? C1 səviyyəyə keçid eləmişəm. Aha, çox gözəl. Bu C1 səviyyəyə çatmağın nə qədər zaman aldı təxmini? Belə hesablasaq 3 il yarım olar təxmini. Dərsə qoşuldum. Düzdür, arada 1-2 ay qoşulmadığımız, yəni
zamanlar olurdu, yay tətildi, odur budur deyə. Amma 3 il yarımımı aldı. 안녕하세요 여러분 잘 지내셨어요? 저는 자히라라고 합니다. 반갑습니다. Navak'tan da istediğiniz Kore alifbası bugün bəli. Deməli ilk olaraq Kore alifbası 3 sənə işarədən ibarətdir. Yəni onlardan əvvələ gəlibdi. İndi burada yazaram böyük ehtimalla. Normalda mənim Koreyada universitet oxumaq kimi bir düşüncəm yox idi. İstirdim Amerikada oxuyum, sonra Koreyaya gedim işləməyə. Amma sonradan bu 10-cu sinifdə yarandı bu fikrim. Amma 8-ci sinifin axırı həmin o müddət, bir də 9-cu sinif boyunca yavaş-yavaş getdiyimizə görə səviyyəm o qədər də deyil idi. Amma qoşulduğum dərslərdə də ən yaxşı tələbə idim. Heç bir dərsi qaçırmazdım və hər dərsə qoşulub öyrənirdim. Amma normal məncə cümlə qura bilməyim təxmini 3-4 ay almışdı. Bu bilirsiniz necə cümlələr qurmaq asandır. Sadəcə biri var normal tabanlı cümlələr, bir də var ki, aşağı səviyyə. Onu məncə bir 3-4 ay çəkmişdi deyə düşünürəm. Zəhra, mən belə düşünürəm ki, ümumiyyətlə 3 il yarım bir dilə sərf eləmək həqiqətən böyük səbir tələb eləyir. Və Koreya dili də belə deyək də sıradan, rahat alışdığımız dillərdən deyil. Sənin o 3 il yarımda məsələn insanlar heç ingilis dilinə bu qədər vaxt sərf eləmək istəmirlər. Motivasiyan nə idi əsas ki, sən 3 il yarım onu dayanmadan böyük sevgi ilə davam elədin? Mən əslində tənbəl birisiyəm. Disiplinim də yoxdur. Disiplinsiz birisiyəm. Motivasiya ilə işləyən birisiyəm. Təəssüf ki, burası mənfi cəhətim olsa da, burada tək səbəbim motivasiya oldu. Çünki xəyallarım bir də. Xəyalpərəst insanam və hamı buna görə normalda məni qınayır. Deyir ki, xəyalpərəst olma, yəni çox xəyal qurursan və s. kimisindən. Amma mən o qurduğum xəyalların sayəsində hal-hazırda buradayam. Çünki o xəyalları məsələn də motivasiyam düşür. O xəyallarımı düşünürəm ki, mən Koreyaya gedəcəm, Koreyalılarla rahatca danışacağam. Onlar mənə başa düşəcəklər, mən də onları başa düşəcəm. Bunları düşünürdüm həmişə. Özümü orada hiss edirdim, yəni canlandırırdım. Və deyirdim, yox, getməliyəm sonuna qədər. Və düşünürdüm ki, onsuz da məktəbdəyəm. O sıralarda 8-ci, 9-cu sinif çox da deyildi, 11-ci sinifin imtahanına hazırlaşaram o vaxt deyirdim. Çox da belə məktəb dərslərinə fikir vermirdim. Deyirdim ki, onsuz da bu vaxt gedəcək. Hazır bir şey öyrənim, istədiyim bir şey də. Çünki normalda valideynlərimiz hamısı deyir, ingilis dilini öyrən, nə bilim, get biologiya öyrən, bunu elə. Mən sevmirəm kimsə mənə bunu öyrən deməsində. Bir şey kimsə deyəndə həvəsim qalmır ona. Bu ki deyilmirdi. Daha da deyirlər öyrənmə və s. daha da öyrənəsim gəlirdi. Prinsipə düşüb daha yaxşı öyrəndin, hə? Bəli, prinsip də çox yaxşı oldu. Həvəs verdi mənə. Həm öz xəyallarım, həm də prinsip. Başqalarından, yəni eləyəcəm, onları səhv çıxardacam bu düşüncə və heç də peşman deyiləm. Çoxunun gözündə bu içi böyük görsənir, amma belə deyim də dərslərə həmişə axşam zamanlarında qoşulurdum. Həyatımı da yaşadım. 10-cu sinifdə könüllülüklər də elədim. Hazırlıqlarıma da getdim. Amma hamısını çatdırırdım. Məktəb vaxtında bu arada, yəni dərsdə olanda deyirlər ki, yəni çox vaxtımız gedir, dərs oxuyuruq. Amma mən düşünürəm ki, azından yarım saat vaxtları olur. Axşam dərsə qoşulsalar və həmin o yarım saat vaxtları olanda orada da onu təkrar eləsələr, tapşırıqlarını eləsələr, bu dilə vaxt ayıra bilərlər deyə düşünürəm insanların. Koreya dili ilə bizim dil nə qədər bir-birinə yaxındır və ya uzaqdır? Ümumiyyətlə istəyirəm bizim üçün müqayisə eləyəsən bizim dillə Koreya dilini. C1 səviyyə məncə yetərli qədər artıq irəli səviyyədir ki, sən dildə həm qrammatikaya, həm artıq danışığa yetəri qədər hakimsən. Müqayisə eləsən əlifbasını, belə deyək, danışıq tərzini, vurğuları, nə qədər oxşarlıq və yaxud da nə qədər fərqlilik var? Fərqliliklər də çoxdur, amma oxşarlıqlar da var. Ən sevdiyim yanı cümlə quruluşunun eyni olmasıdır. Necə? Bizdə isimlərə, yəni isimlərin halları var, düzdürmü? İsimlərə artırılır, sonra zərflər var, bizdə sifətlər və s. Eyni şeylər Kore dilində də var. Biz cümləni məsələn də bizim dildə mən evə gedirəm də deyə bilirik, evə mən gedirəm də deyə bilirik, düzdürmü? Kore dilində də eyni sırayla demək olur. Bunun heç bir fərqi yoxdur. Cümlə quruluşu olaraq çox sevirəm ona görə. Fərqliliklərindən desək, çox qaydalar var. Normalda mənə B2 səviyyəyə çatana qədər heç çətin gəlmirdi. Amma qayda baxımından birazcıq çətindir. Çünki C2 səviyyəsinə qədər demək olar ki, hər bir qaydanın sinonimi var. B1-də başqa bir deyilişi var, B2-də başqa bir deyilişi var və bunlar getdikcə çoxalır C2-yə qədər. İngilis dilində məsələn, qaydaların hamısını öyrənirik, səviyyə atlamamız üçün, səviyyəni keçməyimiz üçün bizə lazım olan sözlər olur.
Amma təəssüf ki, Koreya dilində həm sözlər var, həm də qaydalar var səviyyələri keçə bilməyimiz üçün. Mənfi cəhəti bu olsa da, amma yenə də çox maraqlı dil olduğunu düşünürəm. Vurğu baxımından da çox şirindir və Azərbaycan vurğusundan, Azərbaycan dilinin vurğularından eyni deyil deyə düşünürəm. Çünki bəzən Azərbaycan dilindəki vurğuları qarışdırıram və insanlar mənə qəribə baxırlar. Bəzən qınadıqları olur ki, bu vurğu buraya düşmür. Amma özümdən asılı deyil deyə, yəni günlük həyatımda bacardığım qədərilə Koreya dilində istifadə edirəm, dilim alışsın deyə. Ona görə qarışdırıram. Vurğu fərqləri var, amma yenə də öyrənməsi də asan bir dildə Azərbaycanlılar üçün belə düşünürəm. Aha. İndi sən kiməsə özün belə deyək, dərs verirsən, səhv eləmirəmsə. Bəli, bəli. Yerli tələbələrdən gedir də söhbət, düzdürmü? Xaricilərə də verdiyim olub, dərs ingilis dilində öyrədirəm Koreya dilini. Amma hal-hazırda davamlı olaraq bəli, Azərbaycanlılara Koreya dili dərsi keçirəm. Zövq alırsanmı ümumiyyətlə bu işdən? Bəli. İstəyirəm ki, hamı Koreya dilinin necə şirin bir dil olduğunu, necə möhtəşəm bir dil olduğunu bilsin və qoşulan tələbələrimə də bunu çatdırmağa çalışıram da, sevdirməyə çalışıram bacardığım qədərilə. Bir çoxu da mənim kimi qruplardan, nə bilim, kinolardan, bunlardan görüblər və həvəsləniblər. İstəyirəm ki, valideynləri ya da başqaları tərəfindən qınanırlar, axı hamı qınanır, mən də onlardan biri idim. İstəyirəm onlara qulaq asmasınlar və sevsinlər. Ona görə işimi də sevərək eləyirəm. Həm də öyrətdikcə də belə deyək də, yadımdan çıxan bir söz varsa yenə yadıma düşür və artıq yadımdan çıxmır. İstəsəm də çıxa bilməz. Ona görə çox yaxşı, çox xeyirli olduğunu düşünürəm. Sən hazırda 11-ci sinifdə təhsil alırsan, düzdürmü? Bəli. Beynində sırf bu dilə yönləndirmək və ixtisas olaraq da bunu seçməkdir, yoxsa başqa bir planların var? Yox. Universitetlə bağlı. Aha, universitetlə bağlı başqa bir ixtisas seçmək istəyirəm. Çünki dilləri belə kursa gedərəkdən, məsələn, Çin dilinə də başlamışam, öyrənirəm. Kursa gedərəkdən öyrənə bilirəm, düzdürmü? İstəmirəm ki, 4 ilimi ayrıca bunlara xərcləyim də bir dənə dil öyrənməyə. Hazır özüm C1 səviyyəsinə çatmışam, istəyirəm C2-yə çatım, Çin dilini də inkişaf elətdirim. Və başqa dilləri də təbii ki, öyrənmək istəyirəm. Amma 4 ilimi başqa yenə bir dilə verə bilərəm. Amma başqa bir ixtisas və s. daha yaxşı olar deyə düşünürəm. Biznes və s. başqa bir, nə deyək, bacarığım da olsun. Başqa sahələrdə. Məncə çox gözəl düşünürsən. Yəni beynində bir şey tutmusanmı ki, bu ixtisasa yönələcəm məsələn, yanaşı olaraq? Beynəlxalq münasibətləri istəyirdim, amma o da siyasətlə bağlıdır və mən çox da tövsiyə eləmirəm deyə istəyirəm ki, Koreyada biznes oxuyum. Müəlliməmin tövsiyəsidir və pis olmaz da deyə düşünürəm. Çünki gələcəkdə daha da özümü genişlətmək, tanınmaq və həmçinin öz şirkətimi bəlkə quraram deyə düşünürəm belə bir şeylər. Bunun üçün nəsə xüsusi bir, yəni hansı göstəricilərin olmalıdır? Məsələn, orada təhsil alma şansın olsun deyə. Aha. İlk olaraq məktəb qiymətləri çox vacibdir. 9, 10-cu, 11-ci sinifin qiymətləri attestatımızda. Onların ortalaması 80%-dən yuxarı olmalıdır. Və digər də beləcə deyə bilərəm ki, dil sertifikatınız olmasa da olar. Amma hal-hazırda Koreya mərkəzdədir deyə bilərik. Yəni çox dünyanın hər yerindən insanlar getmək istəyir. Ona görə nə qədər sertifikatınız olsa, o qədər yaxşıdır. Və mən çalışıram ki, IELTS sertifikatı da alım, 7 bal və həmçinin də Koreya dili C1 sertifikatı alım. Əlavə də bunun üçün könüllülüklər. Bunlara qoşulmuşam. 10-cu sinifimi bunlara həsr elədim. Oradan başladı elə öyrətməyim və bu sertifikatlar onlar üçün çox vacibdir. Niyə? Çünki Koreya və xarici ölkələr deyim birbaşa. Deməli onlar sadəcə oxuyan uşaq istəmirlər. Həmçinin fəal insan istəyirlər. Və könüllülərdən ya da getdiyim kurslardan və s. onlar görürlər ki, bu həm oxuyandır, həm də fəal insandır. Yəni Koreyada bir nə deyək, yararım toxunacağını düşünürlər deyə nə qədər könüllülük eləsək, nə qədər sertifikatlarımız çox olsa, bir o qədər yaxşıdır. Bu düz ifadədirmi ki, yəni insan bir dili öyrənəndən sonra başqa dilləri öyrənmək artıq onun üçün asan olur. Yəni sənə indi Çin dilini öyrənmək asanmı gəlir? Yoxsa yəni aidiyyatı yoxdur, yəni tamam başqa şeylərdir? Məncə o insandan insana dəyişir. Çünki mən düşünürəm ki, mənim dil öyrənmə qabiliyyətim var deyə məsələn də Koreya dilini baxıram bir-iki sözə və o yadımda qalır. Çox belə təkrarlamasam belə yadımda qalır.
Amma ingilis dilində belə fərqlidir. İngilis dilində bir sözü 5-10 dəfə oxumalıyam ki, yadımda qalsın və bu insandan insana da dəyişir deyə düşünürəm. Bəzi insanlar var ki, heç bir dili öyrənə bilmir. Bəziləri var ki, hamısını bir arada rahatlıqla öyrənə bilir. Koreyanı ölkə olaraq heç araşdırırsan, məsələn, mədəniyyətlərini, mətbəxlərini, indi orada yaşamaq xəyalı, təhsil almaq xəyalı qurursan. Bir ölkə olaraq araşdırırsanmı, baxırsanmı ümumiyyətlə necədir və yaxud da nələri bəyənirsən, nələri bəyənmirsən? Hər şeyini bəyənirəm. Koreya aşiqəm də deyə bilərik. Mədəniyyətləri də çox gözəldir. Danışıqları, insanlara qarşı olan hərəkətləri, Koreya adı gələndə deyirlər, ilan qurbağa yeyəcəksiniz, siz də onlar kimi olacaqsınız və s. Hörmətsizlik eləyirlər və normal insan olaraq görmürlər. Amma Koreyalılar indiyə qədər qarşılaşdığım qədərilə heç biri belə hörmətsizlik və s. olmayıbdı. Bacardıqları qədərilə, məsələn, bir sualım var. Bacardıqları qədərilə onu araşdırıb mənə kömək eləməyə çalışıblar və mən onlara çox sağ ol deyəndə deyirdilər ki, nə çox sağ ol, yəni bir şey eləmədik, bunu kimdən soruşsan deyər. Ona görə mədəniyyətlərini belə də sevirəm, insanlıqlarını. Mətbəxlərini necə məsələn? Mətbəxləri çox dadlıdır. Tövsiyə edirəm, sadəcə bizim yemədiklərimizdən donuz ətidir. Onlar biraz çox yeyirlər, amma onların yeməsi mənim yeməyim, yeyəcəyim mənasına gəlmir təbii ki. Amma donuz ətinin olmadığı çox dadlı yeməkləri var. Kimbab məsələn də deyə bilərik. İstəsəniz siz də tövsiyə edirəm sizə də. Çox dadlıdır həqiqətən. Yeməklərini burada Bakıda çox gedirəm yemək üçün. Buradan alışdırırsan özünü. Bəli. Sadəcə çox acı yeyirlər və biz Azərbaycan xalqı olaraq acı yeməyə o qədər alışmamışıq da. Ona görə biraz çətinlik çəkəcəyimi düşünürəm yeməklə bağlı, amma digər şeylərdə uyğunlaşacağımı düşünürəm o ölkədə inşallah. İnşallah ki, getmək planın alınsa, orada təhsil alsan, yəni orada qalıb davam eləmək istəyirsən həyatını. Bəli. Dürüst olmaq lazımdırsa, bəli, orada qalmaq istəyirəm. Orada bir müddət qalıb, bir neçə şeylər eləyib, özümü inkişaf elətdirib, ondan sonra dünya səyahətinə və s. də düşünürəm. O bilmirəm nə vaxtda alınacaq. Amma orada məskunlaşmaq və s. istəyirəm. Həmçinin ölkəmizi də orada təmsil etmək istəyirəm. 콕스사골? 콕스사골? 아, 콕스사골? 톡, 콕스사골? 스, 톡, 톡, 톡. 척. Çok sağ ol. Çok şükür. 어려워요. Məsələn, deyirsən ki, valideynlərim çox qarşı idi. Deyirdilər ki, bu nə dildir, get ingilis dilini öyrən ondansa. Sən onlara qarşı çıxdın və bunu çox da yaxşı nəticəsi oldu, bacardın. Sən araşdırmırsanmı ki, məsələn, Koreya dili belə deyəsən, həyatında nə qədər önəmli rol oynayacaq və yaxud da belə qoyum sualı. Günümüzdə Azərbaycanda yaşayan bir insanın Koreya dili bilməsi onu nə qədər irəli atır və yaxud da ona bir insan kimi nə özəlliklər qazandırır? Mənə görə təkcə Koreya dili yox, normal bir insan hər hansı bir dili bilsə, bu onun üçün yarardır. O ölkəyə gedəndə normal insanlarla, yerli insanlarla danışa biləcək, əziyyət çəkməyəcək. Bu ona görə ayrı bir yararıdır. Və daha sonrasında Koreya dili başqalarına deməyim, özümdən deyim. 11-ci sinifəm gördüyünüz kimi və dərs keçməyə də başlamışam, videolar çəkirəm və TikTok məsələn canlı yayınında Koreyalılara Azərbaycan dilini öyrədirəm, Azərbaycanı tanıdıram. Bir çoxu da tanımır Azərbaycanı. Yerini deyirəm, dilimiz başqadır, bunları öyrədirəm. Yəni ölkəmizi tanıdıram. Bu özü də bir yarardır və özüm də bununla tanınıram da. Mən sənin sosial şəbəkələrində görürəm, əsasən də TikTokda Koreyadan insanlarla məsələn canlıya qoşulursan və onlar çox təəccüblənir sənin Koreya dilini bilməyinə. Onları özün özəlliklə məsələn ölkədən həmin şəxsləri seçirsənmi ki, canlıya onlar qoşulsun? 아, 저분이 이걸 걸어서 왔는데 I don't speak English. I'm sorry. 아, 저한테 말하는 거예요? 어, 뭐야? 뭐야? 네, 한국말 할 수 있어요. 예? 예? 왜요? 코레아를 빌리면 되게 잘하셨다. 죄송해요. 어머. 아, 왜요? 감사해요. 한국말을 할 줄 알아주셔서. 와, 아니요, 저 감사합니다. Təəccüblənirlər. İlk dəfə məsələn dünənləri də qoşulduğumuzda təxmini 400 nəfər insan da var idi canlıda.
Qoşulduq, salam dedim. Sadəcə salam dedim və salamın belə, yəni onların tonlaması var da. Çünki bəzi insanlar xaricilər salamı başqa cür deyirlər, başa düşülür. Mən amma özümü elə formalaşdırıram ki, tam onların danışığında olsun. Qoşuldum və salam dedim, məmnun oldum və s. Onlar dedilər Koreyalısınız. Dedim yox, xariciyəm. Dedi Kore dilini necə belə yaxşı bilirsiniz və s. Hamısı bunu deyirlər. Yəni qarşılaşdıqlarımın hamısı çox təəccüblənirlər ki, tələffüzüm tam olaraq onlarınki kimidir. Bu da asan bir şey deyil idi, amma bacardığım qədərilə belə eləyirəm. Bəli. Bəzi insanlar deyir ki, əsasən də dilçilər bunu deyir ki, nə vaxt ki dil öyrənəndə artıq o dildə düşünməyə başlayırsan, saymaq olar ki, hə, sən artıq belə deyə yetərli səviyyədəsən. Mənə çox maraqlıdır gündəlik həyatında indi bilmirəm də ailədə başqa Koreya dilini bilən və yaxud dostlarından falan kimsə varmı, danışacağın kimsə varmı? O dildə artıq düşünməyə başlamısanmı? Və bəzən heç olurmu ki, çaşıb belə deyək, öz dilimizdə yox, o sözü Koreya dilində deyirsən? Çox olur. Canlı yayınlarımda da insanlar görürlər və hamısı gülürlər buna. Bir cümlə qururam məsələn. Cümlənin bir yeri Azərbaycan dilindədir, bir yeri ingilis dilində, bir yeri də Koreya dilindədir. Hamısı qarışır bəzən. Və ətrafımda təəssüf ki, bu öyrəndiyim müddət boyunca o müəlliməmdən başqa heç kim yox idi. Müəllimimlə də onlayn qoşuluruq deyə günlük həyatımda yox idi. Və necə belə inkişaf elətdirdim? Günlük həyatımda, məsələn, bir şey cümlə öyrəndik bu günləri, bu qaydaları, bu sözləri. Məktəbdən evə gələndə əsasən çalışıram ki, həm yürüyüş eləyim, avtobusla gedirəm, evdə telefona qoşuluram, telefona baxıram, diqqətim yayılır deyə yürüyüş eləyərək gedirəm və həmin o müddətdə də əsasən Kore dilində danışıram səsli şəkildə. Buna görə mənə görən insanlar həmişə dəli olduğumu düşünürlər. Vallahi dəli deyillər. Bir dəfəsində məktəbdən çıxdım və bir uşaq üzümə elə bir baxdı ki, Kore dilində danışırdım, günümə özümə danışırdım. Bunu eləməsəydim yaxşı olardı, bunu elədim, daha yaxşı elədim və s. kimi danışıram. İnkişaf elətdirmək üçün də tələffüzümü. Danışacaq heç kim olmadığına görə. Uşaq dönüb elə bir baxdı ki, çox utandım. Dedim, indi mən başa salım ki, valla mən dəli deyiləm. Praktik eləyirəm mən. Bəli, birazcıq eləntisi elə olanda utanıram, amma yenə də çox yaxşıdır. Özümdən danışaraqdan belə inkişaf elətdirdim və bacıma da hərdən öyrətməyə çalışıram, bəzi sözləri bilir artıq. Və evdə də anama, atama bir söz deyəndə, əsasən onu birinci Kore dilində deyirəm. Sonra da onu Azərbaycan dilində tərcümə edirəm onlara. Onlar da yəni az da olsa bir neçə söz öyrənsinlər və s. deyəsindən. Öyrəniblər də, pis də deyil. Mənə çox maraqlıdır. Əvvəl reaksiyalar çox sərt idi. Belə fərqli dil seçmişdin deyə. İndi nə reaksiyalar verirlər? İndi də gəlib gedib deyirlər, qürur duyuram səndən, yaxşı ki də eləmisən və s. Və çox çətin oldu həqiqətən də bu insanlar, təkcə ailəm də yox, yəni ki, məktəbdəkilər, ən çox da ki, bilmirəm, bilərsiz yoxsa yox, 8-ci siniflər həmişə çox özlərini çox bilmiş olaraq görürlər. Böyüyüblər artıq, bunlardan havalsız yoxdur və s. deyəsindən. 8-ci sinif çox çətin keçmişdi mənə görə. Onlar o dəstəkləməyə başladığı anda o an idi deyə az da olsa sevinirdim. Yəni tutunacaq yerim var idi ki, tamam, davam eləyə bilərəm və s. Hal-hazırda da çox həmin o insanlar belə gəlirlər məni qınayanlar, məktəbdən olanlar. Səni gördüm, maşallah, maşallah öyrənirsən və s. deyirlər. Bu çox mənim özümdə qürurlanıram və beləsinə belə fürsətlər çıxır qabağıma. Valideynlərim də bunu görürlər. Yaxşı da bizi dinləmədin, heç kimi dinləməyib bunu öyrəndin deyə sevinirlər. Bəlkə sənin kimi belə deyək, gənclər və yaxud da məktəblilər var ki, onlar da belə çox da yayğın olmayan bir dil seçirlər, sevirlər, öyrənmək istəyirlər. Amma 100% ki, indi məsələn ailələrdən bu cür reaksiya alacaqlar. Onlara nə sözlərin olardı ümumiyyətlə? Vaz keçməyin xəyallarınızdan. Çünki mən vaz keçmiş olsaydım hal-hazırda burada da olmazdım. Məni yargılayan insanlar tərəfindən o sözləri də eşitməzdim. Maşallah, afərin və s. kimi sözlər. Və çox qarşılaşıram elə şagirdlərlə, elə insanlarla. Məsələn, universitet tələbələri də var bunların arasında və 9-cu sinif tələbələri də var. Öyrənmək istəyirlər dil, amma valideynləri deyir ki, nəyinə lazımdır, get nə bilim, biologiyanı oxu, onu oxu. Mən demirəm onlara oxumayın. Təbii ki, əgər həvəsin varsa oxu.
ona yönümlüsənsə oxuya bilərsən. Amma dil öyrənməkləri üçün məncə valideynlər birinci ona icazə verməlidirlər. Çünki başa düşmürəm. Deyirlər ki, Kore dili sənin nəyinə lazım olacaq. Bunu nə demək istəyirsiniz? Məsələn də C2 səviyyəsində öyrənsəniz Kore dilini, Koreyada hər hansı bir universitetə yəni ödəniş eləmədən qəbul ola da bilərsiniz. Bu heç də pis bir şey də deyil, təbii ki də. O insanlara da məsləhətim valideynlərinizi dinləməyin. Həmişə haqlı deyirlər. Heç kimi dinləməyin. Sadəcə özünüzü dinləyin və öz istədiklərinizi eləyin demək istəyərdim. Ancaq beləsinə gələcəkdə uğurlu ola bilərsiniz. Koreya dilində necə, məsələn, bax istəyirəm bir neçə cümlə qurasan bizim üçün, ürəyin istədiyi bir mövzudan ola bilər və məsələn bizim Astar kanalının tamaşaçılarını salamlayasan, izləməyə dəvət eləyəsən. 안녕하세요 여러분. 저는 제헤라라고 합니다. 아제르바이잔 사람이고 한국어를 배웁니다. 여러분 배우고 싶은 것이 있으면 언어나 다른 것이 있으면 그냥 포기하지 말고 하세요. 왜냐하면 이 인생이 니들의 인생이고 그냥 원하는 대로 사세요. 그리고 이 채널 구독하세요. Bəli, salam, mən Zəhra, Azərbaycanlıyam və Kore dilini öyrənirəm. Və öyrənmək istədiyiniz hər hansı bir dil və yaxud başqa bir şey varsa, vaz keçməyin. Sonuna qədər gedin və kanalda takib edin. Bu Astar TV məsələn normal Astar necə var TV. elə də deyilir, TV. Astar TV를 구독하세요, 여러분. Astar TV'ni takip edin, abunə olun. Son olaraq ən böyük arzunu və xəyalını bilmək istəyirəm bu dillə bağlı və yaxud da planını. Ən böyük arzum birincisi Koreyaya gedib istədiyim bu düşüncələrimin hamısını gerçəkləşdirməkdir. Universitetdə oxuyub Koreyalılara Azərbaycanı tanıtmaq və s. Və həmçinin digər arzularımdan biri də ki, insanlara kömək eləmək, motivasiya olmaq və yəni öz istədiklərini sonuna qədər eləmələri üçün motivasiya qaynağı olmaq istəyirəm. Əlimdən gələndə eləyirəm. O TikTok kanalımda zaten ona görə, onsuz da ona görə var. Ki insanlar görsünlər ki, bacaran var. Yəni siz də bacara bilərsiniz deyəsindən. İnşallah yararlı da olar kanallarım və s. bu video ümid edirəm ki. Sadəcə heç kimi dinləməyin. İstədiyinizi eləyin, öyrənin və qabağa da gedin. Çünki valideynlər çox da bilmirlər o mövzularda. Sadəcə eşitdikləri, keçmişdən qalan şeyləri bildiklərinə görə və hal-hazırda olan müasirliyi, inkişaf etmiş bu dövrü bilmirlər deyə biraz əngəl olurlar. Amma davam eləsinlər. Mən də onlara bacarım qədər də kömək eləyəcəm və xəyalım da elə budur. Yaxşı bir müəllimə də olmaq xəyalımdır. İstəyirəm ki, mənim müəllimələrim həqiqətən çox möhtəşəmdirlər. Həm müəlliməyi, həm dostluq və s. Onu istəyirəm ki, mən də elə bir müəllimə olum şagirdlərimdən. Onlar daha da belə, həm də mənə görə də Kore dilini sevsinlər istəyirəm. Çəkinməsinlər yanımda və birlikdə Koreyaya gedək. Belə bir xəyalım var.